Xoş gördük dostlar. Deməli, gəlin biz dərsimizi davam edək. Biz sizdən keçən dərsdə deməli, pump'ı da qurmuşduq, valve'ı da qurmuşduq sizlə. Dostlar, gəlin bir dənə bizim valve'ı açaq. Deməli, valve və biz burada nə etməliyik? Sizdən bütün elementləri seçməliyik. Peki. Yaxud gəlin belə seçək. Sağ düyməni basırıq, linking, deməli, tag connection. Və burada dostlar, keçən səfərki dərsimizdəki kimi deməli, biz axtarmalıyıq pump'ı, pump, gəlin böyük hərflə yazaq, pump və bunu dəyişəcəyik valve-la. Və select all, replace və ok düyməsini basırıq. Gəlin bir dənə yoxlayaq dostlar, baxaq bizdə nə alındı. Burada eventlərdə idi. Valve 10 düzdür. Ok düyməsində bizdə nə var idi? Deməli, propertiesdə, color'da valve 10. Nöqtə yox idi, səhv etməmişəm. Yaxşı, bir dənə fontlara baxarıq. Yəni, burada yoxlayayım dostlar. Burada baxın, ok düyməsi, color. Yox, var idi, nöqtə düzdür. Tamam, burada sonra stop var idi. Event, mouse, valve 10. Status. Çox güman ki, hamısı dəyişdi. Yarınki problemimiz olmaz bundan daha. Və gəlin save eləyək dostlar. Burada bəzi dəyişikliklər eləyək. Open eləyək buranı. Çünki valve bizdə açılır. Yox, gəlin belə eləyək. Buranı valve eləyək. Buranı open. Properties. Burada da olsun open. Burada da eləyək close. Close. Və burada belə bir məsələ var dostlar. Burada deməli biz əslində fontda tekstdə dəyişiklik etməliyik. Tak, bir dəqiqə. Bax, burada bizdə olacaq open. Və burada bizdə olmalıdır close. Və buranı save eləyək dostlar, açaq bizim deməli ümumi sxemimizi, sistemimizi daha doğrusu.
və bura biz deməli picture window əlavə eləyək. Deyəsin burada biraz belə böyüdək. Və ilk növbədə deməli bunun gəlin movable parametrin yes eləyək. Number movable bəli yes və title yes eləyək. Və burada bir də olmalıdır, bizə lazımdır ki adaptive size olsun ki dəyişsin bizim verdiyimiz şəklə uyğun olaraq, yəni faceplate'ə uyğun olaraq. Və bunu gəlin birinci qırmızıya uyğun eləyək. Amma bizdə orada biz onu qırmızı verməmişik də, red eləmişik. Yaxşı, gəlin birinci elə yazaq. Olsun red valve. Və burada bir də olmalıdır deməli picture name. Niyə picture name bəli. Və burada biz sizlərə seçməliyik. Tak, pump, valve bəli. Valve'ı seçək və ok düyməsini basaq. Və eyni cür burada tag prefix olmalıdır. Bunu yazaq red. Burada vakf yazmışıq. Tak, bunu dəyişdik. Yəni dostlar, save eləyək, start eləyək, baxaq bizdə nə göstərəcək. Tamam, bu açılır bizdə. Burada simülyasiya eləyə bilməyəcəyik hələ ki, bağlan, amma bağlandı, hə. Bir dəqiqə. Gəlin dostlar, bizim tak simülatorda qoşaq, belə yoxlayaq. Deməli, edit, new tag. Bunların hamısı bizə lazımdır. Selection is not this circle of tags. Niyə? Bu bir. Gəlin hələ ki qırmızını seçək ancaq. Mesela hoşum gəlmədi bundan. Red, valve, pump, ikisini bir yerdə seçə bilməliyik. On. Aktiv eləyək. Random olsun. Increment. Bu aktiv olmadı. Tak, yaxşı, gəlin birində əlavə eləyək. Off. Bizə bir dənə random lazım olacaq. 0-1 ilə olsa on-off olmalıdır. 0-1 ilə kifayətdir. Bir dənə də buna baxım. Tak. Off var bizdə. Bir dənəsini də əlavə eləyək. Onu qoyaq. Valve 10. Ok deməli random active 0-1.
Burada başqa heç nə yoxdur. Gəlin test eləyək, baxaq bizə nə göstərəcək ümumiyyətlə bu. Elə buradan yükləyək. Start picture not found, is configured. Sistem bunu vermişdi axı biz. Tamam. Start simulation. Tamam, bu dəyişir bizdə. İndi open eləyək. Close eləyək. Test. Kesmədi nəsə dostlar, tripə. Növbəti dərsdə bunu yoxlayarıq. Bugünkü dərs bu qədər. Çox sağ olun dostlar. Təşəkkür edirəm hamınıza. Növbəti dərsdə görüşənədək kanala abunə olmağı yaddan çıxarmayın və videomu bəyəndinizsə like etməyi yaddan çıxarmayın.